Salam uşaqlar, hər vaxtınız xeyir, xoş gördük hər birinizi. Ümid edirəm, hər biriniz yaxşısınız. Bu gün sizlərlə Pythondan şərt operatoruna baxırıq. Şərt operatoru nədir? Uşaqlar, biz ümumiyyətlə buraya qədər, yəni bu mövzuya qədər yazdığımız proqramlarda biz xətti alqoritmdən istifadə edirdik. Yəni, proqramdakı əməliyyatlar ardıcıl şəkildə icra olunurdular. Lakin proqramlaşdırmada budaqlanma alqoritmində istifadə olunur ki, burada proqramın icra olunma istiqaməti verilmiş şərtin yerinə yetirib yetirməməsindən asılı olaraq dəyişə bilir. Bunun üçün Pythonda if, else şərt operatorundan istifadə olunur. If, else şərt operatorunun ümumi yazılış forması isə bu şəkildədir. If, daha sonra şərt verilir. Və növbəti addımda hər hansı bir ifadə yazılır. Məsələn, bunu adlandıraq ifadə 1. Və növbəti addımda else və nəhayət ifadə, növbəti bir ifadə qeyd olunur. Məsələn, bunu da ifadə 2 adlandıraq. Və bu proqramın oxunuş qaydası bu şəkildədir ki, əgər şərt ödənilərsə ifadə 1, əks halda ifadə 2 icra olunsun. Burada if sözünün və eyni zamanda else sözünün Azərbaycanda tərcüməsində if əgər mənasını verir, else isə əks halda mənasını verir. Buna görə də oxunarkən əgər şərt ödənilərsə ifadə 1, əks halda ifadə 2 icra olunsun. Burada şərt olaraq istənilən bir şərti daxil edə bilərik. İstənilən bir məntiqi bir şərt bura daxil oluna bilər, yaza bilərik. Məntiqi ifadə burada istifadə oluna bilər və şərtdən sonra 2 nöqtə qoyulur, daha sonra ifadə qeyd olunur. Məsələn, biz burada ifadə 1 ilə ümumi yazılış olaraq ifadə 1 qeyd elədik. Daha sonra else qoluna enilir və növbəti bir ifadə yazılır. Ümumiyyətlə, uşaqlar, if, else şərt konstruksiyasında bir neçə önəmli məqamlar vardır ki, bunlardan biri şərtdən sonra mütləqdir ki, 2 nöqtə qoyulmalıdır. Eyni zamanda else-dən sonra mütləq 2 nöqtə qoyulmalıdır. If ilə şərt arasında bir boşluq olmalıdır. Daha sonra şərt ödənilərsə, yəni 2 nöqtədən sonra eyni aralıqla gələn bütün şərtlər verilmiş şərt daxilində icra olunurlar. Gəlin bu şərt operatorunu konkret bir nümunələr üzərində tətbiq eləyək və sizə daha aydın olsun. Məsələn, belə bir proqram burada yazacağım. Məsələn, A bərabərdir 2, B bərabərdir 3. Və if, məsələn, B böyükdür A. 2 nöqtə qoydum. Şərti ödənilərsə, bu zaman C bərabərdir A üzərinə gəlinsin B ifadəsi yerinə yetirilsin. Əks halda, yəni else, əks halda növbəti ifadə, məsələn, C bərabərdir A vurulsun B ifadəsi yerinə yetirilsin. Və nəhayət print ekrana çap etsin C-nin dəyərini. Burada bu proqramın yerinə yetirilmə ardıcılı bu formada olacaq. Baxın, A-ya 2 qiymətini verdik, B-yə 3 dəyərini verdik. Və bizdən şərt olaraq soruşur ki,
B A'dan böyüdürmü? Yəni 3 böyüdürmü 2-dən? Deyirik ki, bəli, böyüdür. Və şərti ödədiyinə görə biz növbəti ifadəyə, yəni ifadə 1-ə, növbəti addıma keçirik. İfadəni yerinə yetiririk. Yəni burada bizə deyir ki, C bərabərdir A üzərinə gəlsin. B ifadəsini yerinə yetir. Yəni A-nın qiyməti 2, B-nin qiyməti də 3-dür və C-nin qiyməti burada alınır 5. Və nəhayət burada bizim növbəti bir şərtimiz, növbəti bir addımız olmadığına görə proqramdan çıxırıq və gəlirik buradan print bizdən C-nin qiymətini istəyir və ekrana C-nin qiyməti, yəni 5-i ekrana çıxarmış olacaq. İndi gəlin bunu Pythonda yığaq bu proqramı. Deməli, burada biz A-ya 2 qiymətini verdik, B-yə 3 və şərt olaraq dedik ki, if, baxın uşaqlar, if-lə şərtin arasında mən bir boşluq qoyacağam. Və şərt olaraq verdik ki, B böyükdür A-dan. Burada dili dəyişir. B böyükdür A-dan. Və 2 nöqtəni qoyuruq. Aşağı enirik, ifadəmizi yazırıq. C bərabərdir A üzərinə gəlinsin 1 verdik və aşağı enirik. Baxın, ifin öz sırasında yazılır else. Else 2 nöqtəni qoyduq və növbəti addımda, növbəti addımı, yəni ifadəni burada yazırıq. C bərabərdir A vurulsun B ifadəsini yazdıq. Daha sonra yenə eyni sırada printi yazırıq və C-nin nəticəsini istədiyimizə görə print C gelirik. Burada proqram işə salsaq, gəlin run edək. Nəticədə baxın ekrana 5 nəticəsini bizim üçün çap etmiş oldu. Əgər burada mən, baxın, if-lə şərtin arasında boşluq qoymasaydım, fikir verirsiniz, burada rəngi qaraya çevrildi. Və mən burada proqramı run etsəm, baxın, mənə proqramı icra eləmir. Mənə burada xəta bildirir. Ki, yəni burada bir xəta var. Və mən geri qayıdıram. Baxın, burada if-lə şərtin arasında olan bu boşluğu yaradıram və fikir verin, burada if-in rəngi narıncı rəngə çevrildi. Yəni, rəngi dəyişdi. Əgər biz şərtlə if-in arasında hər hansı bir boşluq qoymasaq, bu zaman if-in rəngi qaraya çevirir və bu o zaman o deməkdir ki, burada atdığım bizdə bir yanlışlıq var. Burada bizdə bir xəta var. Və arada boşluğu qoyanda burada if-in rəngi dəyişir. Əgər biz burada 2 nöqtəni qoymasaq, baxın, ESD-də və eyni zamanda da if-də mən ən əsas məqamlardan biridir. Ona görə bunu sizə göstərirəm. 2 nöqtəni qoymuruq. Baxın, yenə burada bizə xəta verir. Yəni, burada qırmızı ilə, zolaqla bildirir ki, burada bir səhvlik var. Və hətta burada bildiriş olaraq bizə bildirir ki, 2 nöqtə yoxdur. Və qayıdırıq burada 2 nöqtəni qoyuruq. Run edirik. Baxın, yenə növbəti addımda deyir ki, ESD-də bu 2 nöqtə qoyulmalıdır. Və geri dönüş edib bu 2 nöqtəni burada qoyuruq. Və artıq proqramı run etdikdə bizə nəticəni icra etmiş olacaq. Yəqin ki, uşaqlar, bu proqramın yazış qaydası sizlərə aydın oldu. Gəlin növbəti bir proqram quraq. Bu dəfə C dəyişəni də əlavə eləyəcəm bura. Biz bura A-ya, B-yə, C istənilən bir ədəd daxil edə bilərik. Fərq etməz. Bizi neçə istəyiriksə, hansı rəqəm istəyirsə, onu daxil edə bilərik. Məsələn, burada C-yə verək 5 qiymətini.
və daha sonra deyirəm if, yenə boşluq qoyuram. Şərt olaraq deyirəm A böyükdürmü B-dən? İki nöqtəni qoydum və aşağı enirəm, ifadəni yazıram. Məsələn, C bərabərdir. Yenə, məsələn, A üzərinə gəlsin, B-ni qeyd elədik. Daha sonra enirəm aşağı, ifin öz sırasında E-sini yazdım. İki nöqtəni qoyuram və aşağı enirəm. Növbəti bir ifadə C-yə bu dəfə deyirəm ki, C A 2 ulduz B və print C qiymətini, dəyərini mənim üçün ekrana çap etmiş olsun. Burada proqram necə icra olunacaq? Gəlin, öncə burada proqram işləməsinə baxaq, daha sonra Python proqramında quraraq nəticəyə baxaq. Baxın, A-ya 2, B-yə 3, Z-də 5 qiymətini verdi və şərt olaraq daxil etdi ki, A B-dən böyüdür isə, A B-dən böyüdürsə, C bərabərdir A üzərinə gəlin B ifadəsi yerinə yetirilsin. Əks halda C bərabərdir A, bu 2 ulduz o deməkdir ki, bizdə qüvvəti bildirir. A qüvvət B ifadəsini yerinə yetirsin. Qüvvət. Deməli, burada bizə şərt olaraq A bölsün B-ni daxil etmişik. Yəni, deyirik ki, 2 3-dən böyüdürmü? Deyirik ki, yox, böyük deyil. O zaman yox qoluna, yəni əks halda else qoluna enirik və burada gəlirik C bərabərdir A 2 ulduz B. Yəni, 2 ulduz B, yəni 3. Bu 2 ulduz olması qüvvət deməkdir. Yəni, 2-nin üzərində 3. Bu da necə hesablanır? O deməkdir ki, 2-ni biz 3 dəfə bir-birinə vurmalıyıq və buradan alırıq cavabımızı 8. Və proqramdan çıxış edirik, gəlirik burada print C, yəni 8 nəticəsini bizim üçün ekrana çap etmiş olacaq. Gəlin burada yazdıqlarımızı Pythonda icra edək. Deməli, A-ya 2, B-yə 3, C-yə də 5 qiymətini verdik. Şərt olaraq if, yenə boşluq qoyuram və A böyüdür B, 2 nöqtəni qoyuruq. Aşağı enib ifadəni yazırıq. C bərabərdir A üzərinə gəlinsin, B-ni yazdıq. Aşağı enirik. F-in öz sırasına keçib, L-sini burada yazırıq. Yenə 2 nöqtəni qoyub aşağı enib növbəti ifadəni yazırıq. C bərabərdir A 2 ulduz B. Və aşağı enib print C yazırıq. Və proqramı run etsək, nəticədə baxın 8 nəticəsini ekrana çap etmiş oldu. Mən bunu bağlayayım, yenidən run edim. Daha aydın, rahat görsənsin. Baxın, nəticədə 8-i ekrana çap etmiş oldu. Yəni, uşaqlar, burada bu proqramın yerinə yetirilməsi formadadır ki, bizə verilənlərə əsasən biz if-dən, şərtdən asılı olaraq, əgər bizdə şərt ödənilərsə, ifadə, yəni if-in daxilində olan ifadəni yerinə yetiririk. Əks halda isə, yəni şərt bizdə ödənilmirsə, else qoluna keçib, else-də olan ifadəni yerinə yetirib proqramdan çıxırıq. Burada uşaqlar, biz A-ya, B-yə, C-yə istənilən bir rəqəmləri daxil edə bilərik. If-ə şərt olaraq istənilən bir şərtləri verə bilərik. Yəni, istənilən bir məntiqi ifadəni şərt olaraq biz bura daxil edə bilərik. Yəni, sonunda proqramın yerinə yetirilmə ardıcılı bu şəkildə olacaq. Yəni, if-də şərt ödənilərsə əgər, if-dəki ifadə yerinə yetirilir, əks halda isə else qoluna enib, else-dəki ifadəni yerinə yetirib proqramdan çıxış edirik.
İndi gəlin başqa bir tipdə proqram yazaq. Məsələn, belə bir proqram istəyirəm ki, qurmaq. Tək və cüt ədədlərin bağlı bir proqram istəyirəm qurum. Yəni, əgər bizə hər hansı bir ədəd cüt olduğunu müəyyənləşdirmək, ya da tək olduğunu müəyyənləşdirmək üçün bu formada istəyirəm bir proqram qurum. Bu proqrama keçməmişdən qabaq gəlin sizinlə tək və cüt ədədlər nədir? Qısa olaraq bunu xatırlatmalıyıq. Cüt ədədlər uşaqlar. Biz əziyyətdən bilirik ki, sonu 0, 2, 4, 6 və 8 rəqəmlərlə bitən ədədlərdən cüt ədədlərdir və yaxud da qalıqsız bölünən, 2-yə qalıqsız bölünən ədədlər. Qalıqsız bölünən. Və ya buna deyirik ki, qalıq 0-a bərabər olarsa. Qalıq bərabərdir 0. Tək ədədlərdə isə sonu 1, 3, 5, 7 və 9 rəqəmlərindən biri ilə bitən ədədlərə deyirik ki, tək ədədlərdir. Və yaxud da deyirik ki, burada qalıq 0-a bərabər deyil. Qalıq fərqlidir 0-a. 2-yə bölünəndə mütləq ki, qalıq alınmalıdır. Qalıq 0-dan fərqlidir. İndi gəlin baxaq Pythonda proqramı necə qurmaq olar. Deməli, burada yazıram A bərabərdir int input. Inputla yazacağım ki, ədədi əllə daxil edib. Məsələn, burada bir də qeyd eləyək ki, ədədi daxil edin. İki nöqtə qoyaq və təbii ki, bu dırnaq içərisində yazılmalıdır. Mötərizəni bağlayırıq və daha sonra inputun öz mötərizəsini bağladıq və aşağı enirik. Burada bizdən soruşulacaq ədədi daxil edin. 2 nöqtə hər hansı bir ədəd daxil etməliyik. Növbəti addımda biz bura şərti qeyd edirik. If şərt olaraq verirəm. A 2-yə bölünəndə qalıq 0-a bərabərdirmi? Baxın, burada qalığı faiz işarəsindən biz göstərirdik. Qalıq 0-a bərabərdirmi? Bu zaman nəticə olaraq print bizə cüt ədəd olması ilə bağlı bir məlumat ekrana çıxarsın. Əks halda else 2 nöqtəni qoyuruq, aşağı enirik və növbəti bir ifadəmizi yazırıq. Burada yazıram ki, print tək. İndi gəlin bu proqramı icra olunmağı necədir? Burada baxaq, daha sonra Pythonda işləməsinə baxarıq. Deməli, baxın, bizə burada A int input. Int bizdə tam ədəddir. Tam ədədi bildirir. Ona görə int yazdım. Inputda biz özümüz ədədi əllə daxil etməliyik. Buna görə də input yazdım. Ədəd daxil edin. Burada mötərizənin içərisinə uşaqlar biz istənilən bir ifadəni yaza bilərik. Mən sadəcə daxil etdim, ədədi daxil edin. Cümləsini daxil etdim. Siz istənilən bir burada ifadəni yaza bilərsiniz. Məsələn, burada verirəm nümunə olaraq 98. Sonu 8-dən bitdiyinə görə cüt ədəddir. Və burada gəlirik if
Şərt olaraq bizə verilənə, məsələn, A-nın yerinə 98 qoyuruq, 2-yə bölürük və qalıq sıfıra bərabər olduğu üçün və biz if qolundakı ifadəni yerinə yetiririk və burada bizə cüt ifadəsi verildiyinə görə ekrana bizə cüt nəticəsi çap olmuş olacaq. Yox, əgər burada mən 98 deyil, məsələn, burada yazsaydım ki, 95, məsələn, 95 yazsaydım, bu zaman bu şərti bizdə ödəməyəcəkdir, else qoluna enəcəkdi və burada bizə tək nəticəsini bizim üçün ekran çap etmiş olacaqdı. Gəl indi bunu Pythonda, bu proqramı quraq. A bərabərdir int. Bunu Pythonun digər qolunda yığın. Operatorun da pəncəsində yığaq. Fərqli. Deməli, indi interpretator pəncərəsində bunu yığacağım. A bərabərdir int input daxil etdiyi ədədi daxil edin. Pythonda uşaqlar Azərbaycan əlifbası işləmir. Ona görə ingilis əlifbasından istifadə edirik. Ədədi daxil edin. Bunun mötərizəsini bağladıq. Aha, burada 2 nöqtə qoyulmalıdır. Görürsünüzmü? Avtomatik olaraq rəng dəyişdi. Və inputunda mötərizəsini qoyub aşağı enirik. Bizdən burada ədəd daxil etməyimizi istəyir. Məsələn, 98 verdiysə 98 daxil edirik. Aşağı enirik. Şərtimizi daxil edirik. If boşluq qoyuram. Daha sonra A qalıq 2, A bölünsün 2 bərabərdirmi? 0 şərtini verdi. 2 nöqtəni qoyub aşağı enirəm. Və print şərt ödənlərsə nəticədə cüt ekrana çap olunsun. Əks halda else, diqqət edin, else-ni ifin öz sırasında qeyd edirəm. Aşağı enirik, növbəti print tək sözünü bura daxil etdik. Və proqramı biz işə salsaq, baxın, nəticə cüt bizə nəticəsini ekrana çap etmiş oldu. Əgər burada biz gəlin proqramı yenidən icra edək, bu dəfə tək ədəd verək. Məsələn, 95 bura daxil etdik. Əlim. 95-dən sonra əlimdəydi və burada drop işarəsi əlavə olundu, ona görə xəta baş verdi. Deməli, 95 daxil etdik. Daha sonra şərt olaraq print cüt dırnaq işarəsini qoyub aşağı enirik, else qoluna endik, 2 nöqtəni qoyub yenidən print dırnaq işarəsində tək sözünü yazırıq. İndi bu proqramı işə salsaq, baxın, bizə tək nəticəsini ekran çap etmiş oldu.
Yəni burada ə, bizim ədəd hansı bir ədəd daxil etməyimizdən asılı olaraq şərti o formada addımladı və ekrana həmin şərtə uyğun oldu nəticəni bizim üçün çap etmiş oldu. Mən növbəti bir proqramlar qurub videonun həcmini böyütmək istəmirəm. Özlərinizdə uşaqlar müxtəlif bir proqramlar quraraq özünüzdə işləyin. Hər hansı bir sualınız yaranarsa mütləq bir şey bizə ünvanlaya bilərsiniz. Mən sizin suallarınıza böyük sevgi ilə geri dönüş edib cavab verəcəm. Növbəti videoda isə uşaqlar if-in daxilində if, yəni if-lərdən, yəni şərt daxilində şərt və yaxud da bunu bu formada adlandırırıq, çoxlu budaqlanma operatorundan danışacağıq. Bu videomuz uşaqlar bu qədər. Növbəti videoda görüşənədək hələlik özünüzə yaxşı baxın.